İnsan tövbə eləmək istəyir. Günahın nə olduğunu bilir. Bilir yalan danışmaq haramdır, amma danışır. Bilir qeybət eləmək haramdır, amma yenə edir. Bilir musiqi dinləmək olmaz, amma yenə edir. Naməhrəmə baxmaq olmaz, danışmaq olmaz, yenə baxır, danışır. İndi neçə il bu işi görüb də, indi istəyir tövbə eləsin. Elə bil içindən bir səs, o məlun şeytan deyir ki, sən çox uzaq düşmüsən. Çox uzaq düşmüsən. Amma Allah sən nə qədər uzaq düşsün, səni neyləyə bilər? Bağışlaya bilər. Bəzən görsən şeytan deyir ki, daha sən dəyişə bilməzsən. Sən elə işlər görmüsən, bu dəyişmək mümkündür. Amma Allah buyurur, mən qəlbləri dəyişə bilərəm. Müqəllibəl qulubdur da Allah. Buyurur, mən qəlbləri dəyişə bilərəm.